Bu hadisə Çində baş verib. Qadın sürücü avtobusu sürən zaman 3 nəfər birdən ona yaxınlaşdı. Onu sıxışdırdılar və avtobusu saxlasın deyə bıçaq çıxartdılar. Digərləri bunu görməzdən gəldi, ancaq orta yaşlı bir kişi ayağa qalxıb onları dayandırmağa çalışdı. Onu insafsızca döydülər. Sonra maşını zorla saxladıb qadını meşənin dərinliklərinə apardılar. İşlərini bitirdikdən sonra isə avtobusa qayıtdılar. Hə, doğrudur. Qadın təcavüzə uğramışdı. Üzündəki qorxunc əhval-ruhiyyə ilə qayıtsa da çox sakit idi. Qadın qayıdan kimi orta yaşlı kişiyə maşından düşməsini dedi. Kişi təəccüblənərək, axı səni qorumağa çalışan təkcə mən idim, dedi. Ancaq qadın qışqırdı və avtobusdan düşməsə yol düşməyəcəyini dedi. Adam narazı oldu. Ancaq sərnişinlər onu və əşyalarını avtobusdan tulladılar və maşın yola düşdü. Adamın edə biləcəyi heç nə yox idi. Avtobusun arxasınca baxan zaman adam şoka düşdü. Qadın döngəyə girən zaman avtobusun sürətini yavaşlatmadı. O gün orta yaşlı adamdan başqa hamı ölmüşdü.